İnsanlar düşünürlər ki, əslində bunu mən yaşayıram da, başqa birisi bunu yaşamır. Və ətraf da onları başa düşməyəndə ona görə sizin videolarınıza baxırlar, təsəlli tapırlar. Məsələn, bizə də çox zəng eləyirlər. Biz də deyirik yox, gəlin. Deyirlər ki, yox. Bizi təcili yazın. Bilirsiniz, ən təcilisi mənəm də. Yəni biz də deyirik ki, yer yoxdur da, misal üçün 2 ay. Yox edir, siz başa düşmürsüz. Burada həm biz o insanların egosunu görürük də, çox böyük bir ego, çox böyük aqressiya görürük. Onu da qeyd edim ki, yəni həddindən artıq çox böyük aqressiya var. Və onlar istəyirlər ki, biz nəyi istəyiriksə bu dəqiqə olsun. Hə, o hikkədir də, insanın içində olan hikkə. Və burada söhbət məndən getmir. Söhbət ondan gedir ki, bir də görürsüz, Allah hələ o məqam, o da Allahın işidir də, düzdürmü? Mən bu gün 2 aydan əvvəl, 3 aya heç keçmirəm, ona görə ki, yaddan çıxır hər şey, artıq yazmıram ki, bu normal deyil, aşırıdır. Bir dəfə yoxaya 2 dənə xanım girdi, yeri yox idi, dedim yerləri yoxdur, yaxınlaşdı yanıma, dedi ki, biz burada oturmalıyıq. Dedim, xanım, yer yoxdur. İradə xanım, biz burada oturmalıyıq. Döndüm, dedim ki, xanım, 2 adamı buradan deyən, barmağınla göstər, deyən ki, sən çıx buradan, mən burada oturmalıyım. Siz nə danışırsınız? Mən bunu necə eləyə bilərəm? Deyirəm, sən mənə başa sal ki, mən necə eləyim ki, sən burada oturasan. Artıq o məqam gördülər ki, bütün qadınlar da gördülər ki, vəziyyət həqiqətən, yəni ki, bu mənə aid olan bir şey deyil. Onlar başladılar ki, İradə xanım, eybi yoxdur, biz sıxışarıq, qoy xanımlar burada otursunlar, ola bilsin vəziyyətləri çox pisdir. Və çox bir də görürsünüz ki, yaxınlaşırlar, bir başlayırlar qucaqlamağa mənə, qoy sənin enerjindən özümə götürüm. Deyirəm, ay Allah, ay xanım, enerjini verən Allahdır, mən kiməm? Yəni, bu belə abartılı bəzi şeylər olur və insan həqiqətən adam belə həyəcan keçirir, həqiqətən. Və bir dəfə bir xanım gəldi, orada əvvəl oturduqca dedi, İradə xanım, siz məni sevmirsiniz. Deyirəm, sən Allah, o nə sözdür sən deyirsən, səni yaradan Allah, hamıya qarşı eyniyəm. Yox, siz məni sevmirsiniz. Deyirəm, o sənin beynində olan problemdir, o problem mənə aid deyil. Sənə elə gəlir. Həqiqətən də elə gəlir. Mən ayrı seçkili eləmirəm. Sadəcə görürəm ki, qadın ağır vəziyyətdədir və burada o ancaq texnikaları eləyib sakitləşməlidir və o istəyir ki, 100% mən ancaq ona baxım. Bu da ego söhbətidir. Artıq 1, 2, 5 dərsdən sonra o xanım qaçdı, məni xilas eləyirdi ki, əl çəkin İradə xanımdan. O enerji vermir. Deyirəm, yadıma düşdü, sən də onlar kimi özümü aparışdın. Hər adə xanım özümü gördüm, özümü. Deyirəm, onlara da zaman lazımdır ki, onlar özlərinə gəlsin. Yəni, bu insanın psixoloji vəziyyətdir və mən onu başa düşürəm və həqiqətən başa düşürəm onları və ola bilsin, vaxt var idi, mən onlardan da pis vəziyyətdə idim. İndi çox şükür ki, o vəziyyətdən Allahın köməyi ilə çıxdım.